Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli Müslüman bacı və qardaşlarım, İlk öncə özümə, sonra sizin hər birinizi uca və böyük olaraq Rabbimizdən haqq təqvası qorxmağı nəsiyyət edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Bu günləri inşallah Quran-ı Kərimdən Nur surəsində Allah Subhanahu wa Ta'ala'nın 11-ci ayətdən 21-ci ayətə qədər bizlərə Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımlarından olan, möminlərin anası olan Ayşə radiyallahu anh haqqında olan ayətlər barəsində danışacaq. Və bu ayətləri Allah subhanahu wa ta'ala müsəlmanlar üçün nazil etmiş, Ayşə radiyallahu anhaya bəraət qazandırmışdır bu ayətlərlə. Və bilirsiniz ki, münafiqlər Peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyət vermək üçün hər bir vasitəyə əl atırdılar. Bugün də belə çirkin insanlar var. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımlarına, zövcələrinə dil uzatmaq, onlara nəsə bir qara yaxmaq kimi nəyisə etməyə çalışırlar. Lakin bu ayətlər Allah subhanahu wa ta'ala nazil etməklə qiyamətə kimi hər bir mömin Quran-ı Kərimi oxuduğu zaman, bu ayətləri oxuduğu zaman Ayşə radiyallahu anha haqqında olan sözləri xatırlayacaqdır. Allah subhanahu wa ta'ala bu ayətdə buyurur ki, bu ayətlərdə həqiqətən də Ayşə barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir, münafiqlərdən. Onu o xəbəri pis bir şey zənn etməyin. O bəlkə də sizin üçün xeyirlidir, Allah Teala buyurur. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Kim ki, o fitnəyə düşmüş və o sözlərə inanmışdır. Onlardan günahın böyüyünü öz üstünə götürəni Abdullah ibn Ubey Əs-Salul, yəni münafiqlərinin başçısı isə qiyamət günü çox şiddətli bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub bu açıq aydın bir böhtandır demələri doğru deyildim. Yəni, bu cür nə deməli deyildilərmi? Ayşəyə iftira yaxanlar nə üçün özlərinin doğru yolda olduqlarını təsdiq edəcək 4 şahid də gətirmədilər. Madəm ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalancıdırlar. Əgər Allahın dünyada da və axirətdə sizə neymət və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. Çünki bəzi müsəlmanlar da münafiqlərin Ayşə radiyallahu haqqında buraxdıqları o sözlərə, o iftiraya inanmışlar, qəlbləri ona meyl etmişdi. Bəlkə doğru deyirlər, bəlkə də düzdür. Halbuki Allah Teala buyurur ki, mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub bu açıq aydın böhtandır deməliyidilər. Bunlar hamısı bizim üçün də dəlildir. Dərhal, hər hansı bir müsəlman, mömin qardaşımız haqqında olan bir sözə, iftiraya inanmayaq. Araşdıraq, onu məsuliyyətə çəkək. Onun dediyi o sözləri dəlilini, sübutunu gətirsin. Sonra Allah Teala buyurur ki, o zaman ki siz münafiqlərin yaydığı yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül, asan, insana günah gətirməyən bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük bir günahdır. Məgər siz onu eşitdiyiniz zaman bizə bu yalanı danışmaq yaraşmaz. Bu çox böyük bir böhtandır deməli deyildinizmi? Allah Teala yenə də təkrarlayır. Allah sizə öyüd nəsiyyət verir ki, əgər möminsinizsə bir daha belə şeyləri etməyəsiniz. Allahu Akbar. Allah sizin üçün ayələrini izah edir. Allah hər şeyi biləndir və hikmət sahibidir. Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada da və axirətdə də şiddətli bir əzab gözləyir. Allahu Akbar. Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub olmadığını ancaq Allah bilir. Siz bilməzsiniz.
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və mərhəmətli olmasaydı, cəzası şiddətli olardı. Ey iman gətirənlər, şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o insanlara çirkin, pis işlər görməyi əmr edir. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, heç kəs, heç vaxt günahdan təmizlənməzdi. Lakin Allah dilədiyini günahdan pak edər. Allah hər şeyi eşidən və hər şeyi də biləndir. Allahu Akbar. Allah Subhanahu wa Ta'ala bu ayətlərdə Ayşə radiyallahu anh haqqında danışır və ona atılan böyük bir iftira və həmçinin də onun yoldaşı Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm üçün bu çox ağırlı, əziyyətli bir imtihan idi. Və bu barədə hədisdə, geniş bir hədisdə, Buxar Müslimdə keçən hədisdə bu ətraflı bu haqda danışılır. Yəni, baxın, görün, münafiqlər və onlara uyanlar, onların sözlərini yayanlar necə Allah Rasuluna əziyyət verməyə çalışırlar. Və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmin pak zövcələrinə əziyyət verməyə çalışırlar. Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Və püşk onlardan birinə düşsəydi, Peyğəmbər aleyhissalam sallallahu aleyhi və səlləm onu özü ilə səfərə aparardı. Və bilirsiniz ki, Allah Rasulunun 11'ə yaxın zövcəsi var idi. Və püşk atar, püşk hansı xanımına düşərdisə, onu özü ilə səfərə aparardı. Və döyüşlərin birinə getmək istədiyi vaxt həmişəki kimi aramızda püşk atdı. Və bu dəfə püşk də mənim adım çıxdı, deyir. Ona görə püşk atmaq icazəlidir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə səfərə çıxdım. Bu səfərimiz artıq hicab ayəsinin nazil olmasından sonra baş vermişdi. Yəni artıq hicab ayələri əmr olunmuş və biz örtünmüşdük. Məni Kəcavəndin içərisində aparardılar. Kəcavənd o vaxtı miniklərin üzərində bağlı bir, örtülü bir şey idi, çadıra kimi və onun içərisində girib qadınlar oturardılar. Heç kəs görməzdi onları. Və deyir ki, dincəlmək istədikdə Kəcavəndin içərisindən düşərdim, dincələrdim, sonra oturardım, ona təzdən yola davam edərdi. Bütün səfər boyu belə davam etdidir. Nəhayət Peyğəmbər s.ə.v-in bu döyüşü başa vurub Mədinəyə yaxınlaşdıqda dincəlmək üçün dayandıdır. Bir müddət orada qaldıqdan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem hərəkət etmək əmrini verdi. Və mən ehtiyacı ödəmək üçün tək başına həmin o yerdəndir ayrılmışdım. Ehtiyacımı yerinə getirib geri qaydanda əlimi boynuma vurduqda gördüm ki, Yəmən muncuqlarından olan boyunbağım düşüb. O boyunbağını axtarmaq elə məni bu səfərdən qoydu. Və Ayşə radiyallahu anh deyir ki, mən qayıtdım geri, o boyunbağını tapıb geri qaydana qədər artıq gəldim, gördüm ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəsi artıq qoşun getmişdir. Yəni, heç nə qalmamışdır. Və onlar da Ayşə radiyallahu anh deyir ki, biz qadınlar yüngül olduğumuz üçün, xəfif olduğumuz üçün, onlar Kəcavəndin qaldıranda hiss etməyiblər, mən onun içərisindəyim, yoxsa yox. Qaldırıb qoyublar miniyə və bununla yollarını davam ediblər. Elə bu səbəbdən də Kəcavəndi qaldıran kimsələr onun çəkisindən fərqinə varmayaraq onu dəvənin üzərinə qoymuşlar. O vaxt mən kiçik yaşda gənc bir qadın idim. Bu səbəblə də dəvəni qaldırıb çəkib getmişlər. Ordu getdikdən sonra mən boyunbağımı tapdım. Mən ordunun olduğu yerə gəldikdə artıq orada nə bir çağıran, nə də cavab verən var idi. Kəcavəndin qoyulduğu yerə gəldim. Onlar məni Kəcavəndin içərisində tapmadıqlarını bilib geri dönəcəklərini güman etdim. Düşündüm ki, bir müddətdən sonra, gedəndən sonra o Kəcavəndin içərisində görəcəklər ki, heç kəs yoxdur və geri qayıdıb məni yenidən tapacaqlar. Ona görə də elə həmin o yerdə də oturdum, tərpənmədim oradan. Və mən bu fikirlər yerimdə oturdum. Bir müddətdən sonra gözlərim mənə üstün gəlib yatdım, deyir. Bundan sonra Safvan ibn Muaddil Əs-Suləmi deməli, radiyallahu anhu
arxadan gələn əskərlərin qalmış olan əşyalarını və s. şeyləri götürərək, toplayaraq sahibinə qaytarmaq vəzifəsinə sahib idi. Yəni ordunun bir əvvəlində, yəni ordudan nə qədər irəlidə və həmçinin ordudan nə qədər sonunda bir nəfər saxlayırdı, o arxadan gəlirdi. Yəni kimsə nəyisə itirmişdisə, onları yığaraq gətirib orduya təhvil verirdi. Safvan ibn Muaddil Əs-Suləmi radiyallahu anhu, alimlər deyir ki, Ömər radiyallahu anhunun xilafəti dövründə hicrətin 17-ci ilində Ermənistanın fəth edərkən şəhid olmuşdu Ermənistanı, bu sahabə. Və bu kimsə səhərə yaxın mən olduğum yerə gəlib çatdıqda yatmış bir insan qaraltısını görüb mənə yaxınlaşmışdı. O hicab ayəsi nazil olmamışdan əvvəl məni gördüyü üçün, yəni hicab ayəni bağlanmaq ayəsi nazil olmamışdan qabaq məni gördüyü üçün məni tanıyırdı. Və yaxınlaşanda məni gördü və tanıdı və bu sözləri dedi. İnnə lillahi və innə ileyhi raciun. Biz Allaha bəndəsiyik, Allaha məxsusuq və onun da huzuruna qayıdacaq. İstirca sözlərindən başqa bir şey demədi. Dərhal mən örtündüm. Allaha and olsun ki, bir tək kəlmə belə demədi mənə. Yalnız və yalnız bu kəlmələrdən başqa. İnnə lillahi və innə ileyhi raciun. Niyə görə bu sahabə bu kəlmələri dedi? Bu kəlmə imtihan, sınaqlar, bəla gələndə deyilir. Çünki o sahabə artıq başa düşdü ki, böyük bir fitnə olacaq. Subhanallah lazım. Və mənim dəvəyə minməyim üçün dəvənin ön ayaqlarını basaraq dəvəni otuzdurdu. Mən dəvəyə mindim, dəvənin üzəngindən toraq çəkib apardı. Nəhayət şiddətli isti olduğundan dincəlmək üçün dayanmış orduya çatdıq. Bu an haqqımda iftira olaraq həlak olan həlak olmuşdur. İftira atan isə Abdullah ibn Ubey Əs-Salul idi. Mədinəyə çatanda artıq o iftira xəbəri hər bir yerə yayılmışdır. Ayşə radiyallahu anhədir. Münafiqlərin başçısı artıq Ayşə radiyallahu anhəni pis əməl etdiyinə görə onu nə etmişdir? İftira atıb böhtan atmışdır. Ona görə də Allah Teala buyurur ki, Quran-ı Kərimdə zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada da və axirətdə də lənətə düçar olarlar. Allah çox böyük bir əzab gözləyir. Ayşə radiyallahu anh deyir ki, Mədinəyə gəlib çatdıqda bir aydır xəstə oldum. Bu vaxt cəmaat iftira söhbətlərini, sözlərini danışır və müzakirə edirlər. Mən isə bütün bunlardan xəbərsiz idim. Yalnız xəstələndiyim zaman məni şübhələndirən bir şey var idi ki, o da Peyğəmbər sallallahu aleyhi və səlləm məni ziyarət edəndə həmişəki kimi ondan gördüyüm o şəfqəti, o mərhəməti, o gözəl sözləri ondan görmürdüm. Ancaq yanıma daxil olaraq salam verər və adımı çəkmədən xəstəniz necədir deyərdi. Adımı çəkməzdi. Halbuki bundan öncə adımı da çəkərdi. Və bu məni şübhələndirir. Qalandır heç bir şeydən xəbərim yox idi ki, barəmdə bu cümlə söz-söhbətlər yayırlar, münafiqlər. Allahu akbar. Bütün bunlar məni şübhələndirsə də mən şərri hiss etmirdim. Nəhayət xəstəliyimdən təzə qurtarmışdım ki, sağalmışdım ki, evdən çölə çıxdım. Mənimlə bərabər Mistahın anası Ummu Mistah, o da çıxmışdı. Biz ehtiyacımızı ödəmək üçün yaşadığımız yerdən biraz aralıda yaşırdıq. Aralıda olurdu. Yəni ayaq yolundan onlar biraz aralıya gedirdi. Necə ki, kənd evlərində, həyət evlərində görürsən ayaq yolu biraz uzaqda olur yaşadığın yerdən. Və mən də Mistahın anası ilə çölə çıxdım. Bu qadın Əbu Ruhum İbn Muttalib İbn Abdülmənafın qızıdır. Və evə qayıtdıqda Mistahın anasının paltarının ətəyi ayağına ilişərək sürüşdü. Ərəblərdə belə bir misal var. Onlar nəsə belə bir şey baş verəndə deyirlər ki, düşmənin həlak olsun. Və necə ki, bizdə deyir ki, lənət şeytana. Və bu zaman həmin qadın deyir ki, Mistah həlak olsun. Mistahın anası olur, Ummu Mistah. Və deyir ki, Mistah həlak olsun deyir. Və bəddua edir. Ayşə radiyallahu anh deyir ki, mən deyir, qaldım belə və dedim ki, nə pis söz söylədi. Axı, o deyir, Bədir döyüşündə döyüşən bir kimsədir. Sən Bədir döyüşündə döyüşən bir kimsə haqqında, yəni bu cür nə pis söz dedin. Və o
deməli, qadın isə mənə dedi ki, sən onun söylədikləri sözləri hələ eşitməmsən. Yəni, o nələr danışır. Və mən də dedim ki, nə deyir ki o? O da mənə iftira sahiblərinin dedikləri sözləri xəbər verdi. Yəni, artıq Ayşə radiyallahu anh deyir ki, nələrin baş verdiyini artıq mən bildim. Yəni, bildim ki, bu günləri barəmdə bu cürün söz-söhbətlər var. Subhanallah. Buna qədər xəbərim yox idi. Və artıq xəstəliyimin üstünə xəstəlik də əlavə olundu. Evə qayıtdıqda yanıma Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, içəri daxil olaraq salam verdi və xəstəniz necədir deyə buyurdu. Və mən öz valideynlərimin yanına getmək üçün ondan izin istədim. Mənə izin verdi. Valideynlərimin yanına gəldim və Peyğəmbər sallallahu aleyhi ve sellem mənə izin verdi. Anamın yanına gələrək dedim ki, anacan, insanlar nə danışırlar? Anam dedi ki, qızım, özünü üzmə. Özünü və səhhətini fikirləş. Vallahi ki, bir kişinin yanında sevdiyi gözəl bir qadını olsun və onun haqqında danışmasınlar. Və mən dedim ki, subhanallah, insanlar bunu mu danışırlar? Bunun üzərinə bütün gecənidir ağladım. Səhərə qədər gözümün yaşı deyir, dayanmadı. Səhərə kimi bir anlıq belə yuxuya getmədim. Ağlamaqla səhəridir açdım. Və Peyğəmbər sallallahu aleyhi ve sellem vəhyin nazil olması gecikdiyi üçün Əli ibn Abu Talib və həmçinin Usama ibn Zeyd radiyallahu anhumu yanına çağırdı. Onlardan zövcəsindən ayrılıb ayrılmama haqqında məsləhət istədi. Yəni, təsəvvür edin ki, bir ay artıq bu iftira söhbəti yayılmışdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin rahat deyildi. Və ayət də, vəhiy də gəlmirdi Allah Rasuluna. Və Peyğəmbər sallallahu aleyhi ve sellem məsləhət üçün Əli ibn Abu Talibə və həmçinin Usama ibn Zeydi çağırır ki, onlardan məsləhət istəyir, mən nə edim? Və bu zaman Usama ibn Zeyd deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin ailəsini yaxından tanıdığı və qəlbində onlara bəslədiyi sevgiyə görə deyir ki, ya Rasulullah, onlar sənin əhlindir. Biz onun haqqında xeyirdən başqa bir şey eşitməmişik. Əli ibn Abu Talib isə deyir ki, Allah sənə heç bir hədd qoymamışdır. Ondan başqa nə çox qadın var. Yəni, boşayıb başqa birisini ala bilərsən. Ayşə radiyallahu anh'ın xidmətçisi Bərirədən də soruşa bilərsən. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşənin xidmətçisi olan Bərirəni yanına çağıraraq, ey Bərirə, Ayşən də səni şübhələndirən bir hal görmüsənmi? O da deyir ki, səni haqq ilə göndərən Allaha and olsun ki, mən ondan heç bir şey görməmişəm. Heç bir şey, şübhələndirən heç bir şey görməmişəm. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bundan sonra çıxır minbərə, ona atılan iftiranı atan Abdullah ibn Ubey Əs-Salül üzr istəsin və deyə cəmaata xitab edərək buyurdu. Ey müsəlman cəmaatı, sizlərdən kim mənim əhlimə əziyyət verən kimsənin ittihamını rədd edərək əhlimə bəraət qazandıra bilər. Vallahi ki, mən öz əhlim, yoldaşım haqqında xeyirdən başqa bir şey bilmirəm. Bu iftiraçılar bir adamın adını orada ortaya çıxardıblar ki, Səffan ibn Muaddildir. Bu kimsə haqqında da mən xeyirdən başqa bir şey bilmirəm. Bu adı çəkilən fəzilətli insan bu ana qədər mənimlə bərabər olmaq, müstəsna olmaqla ailəmin yanına tək heç vaxt girməyibdir. Allahu Akbar. Yəni, görün, necə dəhşətli bir iftira idi, subhanallah. Yəni, kişi üçün bundan böyük bir iftira, bundan böyük bir əziyyətli bir iş ola bilməz ki, onun sevdiyi xanımı haqqında bu cürə söhbətlər gedir. Allahu Akbar. Və bu vaxt Ənsar ilə qəbiləsində olan Sa'd ibn Muaz, ya Rasulullah, o kimsəyə qarşı sənə kömək edərəm, deyir. Və deyir, biz onu öldürərək. Və bu zaman Xəzrəc qəbiləsindən də qalxırlar və arada münaqişə yaranır və az qala bir-birlərini öldürəcəkdilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm minbərdən düşərək onları hamısını sakitləşdirir. Ayşə radiyallahu anh isə deyir ki, mən daha bir gündədir ağladım. Gözümün yaşı dayanmırdı. Və bir an belə yuxuya gedə bilmirdim. Və bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm yoldaşlarından olan Zeynəb binti Cəhşin yanına gedir. Və mənim barəmdə ondan soruşur. Ya Zeynəb, Ayşə haqqında nə bilirsən? Onda nə görmüsən? Və Ayşə Zeynəb deyir ki, ya Rasulullah, mən qulağımı, gözümü eşitmədiyim və görmədiyim şeydən mühafizə edirəm. Vallahi Ayşə haqqında xeyirdən başqa bir şey bilmirəm, deyir. Və bu o Zeynəb idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələri arasında gözəlliyi
və s. ilə irəlidə idi. Lakin Allah onun təqvası səbəbi ilə fitnəyə düşməkdən qorumuşdur. Bacısı Həminə bint Cəhş isə mənə qarşı iftiraçılara qoşularaq böhtanları yaydığı üçün həlak olanlar içərisində idi. Və valideynlərim mənim bu cür ağladığımı görüb elə zənn etdilər ki, öləcəm. Onlar mənim yanımda olduqları vaxt Ənsardan bir qadın mənim yanıma daxil oldu, üçün izin istədi. Mən də izin verdim. Gəlib mənimlə birlikdə dərdimə şərik olaraq ağlamağa başladı. Bu vaxt Peyğəmbər s.ə.v içəri daxil oldu və yanımda əyləşdi. Halbuki Peyğəmbər s.ə.v bundan əvvəl mənim yanımda oturmamışdı heç. Soruşardı, xəstəniz nədir və çıxıb gedərdi. Allah həmsənalar etdikdən sonra məndən belə soruşdu. Ey Ayşə, haqqında mənə filan sözlər çatdırıblar. Əgər sən onların dediklərindən uzaqsansa, tezliklə Allah Taala sənə bəraət qazandıracaqdır. Yox, əgər belə bir haram iş etmisənsə, Allahdan bağışlanma dilə, tövbə et. Çünki qul günahını etiraf edib tövbə etdikdə Allah onun tövbəsini qəbul edər və onu bağışlayar. Allah Resulü sallallahu aleyhi ve sellem bu sözləri deyib qutardıqdan sonra gözümün yaşı kəsildi. Gözümdən bir damla belə yaş axmadı. Mən atama Abu Bakra dedim ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə cavab verə bilərsən mənim yerimə. Və təsəvvür edin ki, Ayşə radiyallahu anh özü cavab vermək istəmir. Və atasına deyir ki, sən mənim yerimə cavab ver. Nə deyə bilərsən mənim yerimə? Və Abu Bakr radiyallahu anh deyir ki, valla Peyğəmbər sallallahu aleyhi ve sellemin deyəcəyimi, nə deyəcəyimi bilmirəm. Ondan sonra anasına deyir. Anası da deyir ki, mən Peyğəmbərə nə cavab verəcəyimi bilmirəm. Mən yaşlı uşaq olduğum üçün Qurandan da çox dəlil, sübut bilmirdim, deyir. Vallahi ki, mən qəti olaraq bilirdim ki, siz bu iftiraçıların dediklərini eşitmişsiniz. Hətta bəziləriniz bunların dediklərinə inanıb da belə. Qəlbinizdə yer edib, deyir. Onlara dedim. Əgər mən sizə bu günahdan uzaq olduğumu desəm, Allah da bilir ki, mən bu günahdan uzaqam. Və sonra mən bu vəziyyətdə özüm üçün və sizin üçün bu ayədən başqa heç bir şey bilmirəm. Və sizlərə bu ayət oxuyacağım. Və Yusuf əleyhissalamın atası Yaqub əleyhissalama dediyi sözlər kimi. Mən yalnız tükənməz, dözümlü səbr lazımdır. Dediklərinizin yalan olduğunu sübut etmək isə ancaq Allahdan kömək diləmək lazımdır. Vəssalam. Yəni Allah Taala mənə yetər. Allah Subhanahu taala mənə səbr versin ki, sizin bu iftiranızı nədir? Allah Taala üzə çıxarsın. Bu sözləri söyləyib yatağıma girib yatdım. Vallahi ki, o zaman mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxaracaqdır. Lakin vallahi ki, haqqımda qiyamətə qədər oxunacaq bir vəhiy indirəcəyini heç zənn etmirdim. Yəni, düşünmürdüm ki, Allah Taala bu ayətləri nazil edəcək ki, insanlar qiyamətə kimi oxuyacaqlar bu ayətləri. Lakin Peyğəmbər sallallahu əleyhi yuxusunda da bir yuxu görməsi və Allahın da ona yuxu ilə mənə bəraət qazandıracağını ümid edirdim. Və Peyğəmbər sallallahu əleyhi və səlləm oturduğu yerdən qalxmamışdı. Ev əhlindən də heç kimsə deyir, çölə çıxmamışdı, deyir. Əziz və cəlil olan Allah Peyğəmbərimizə vəhiy nazil edir. Və necə ki, həmişə Peyğəmbər sallallahu əleyhi və səlləmə vəhiy nazil olanda Allah Rasulü soyuq havada belə alnından tər axardı və o cürlə bir hala düşdü. Və sonra dedi, ilk kəlmələri bu oldu, müjdə, ey Ayşə, Allah səni təmizə çıxartdı və bu an anam mənə dedi ki, qızım, Peyğəmbər sallallahu əleyhi və səlləmə doğru çıx, ona təşəkkür et. Və mən dedim ki, vallahi ona tərəf çıxmaram, nə də Allahdan başqasına həmid etmərəm. Ancaq Allah həmid edəcəm. Çünki Allah Taala məni bəraət qazandırdı. Və Allah Taala Nur surəsi 11-ci, 21-ci ayətləri nazil edir. Və əlhəmdülillah, Allah Taala bu ayətlərdə bizlərə örnəkdir ki, insanları dərhal ittiham etməmək. Əgər ki, hər hansısa bir fasik, günahkar sənə hər hansısa bir xəbər gətiribsə, dərhal qəlbin o xəbərə meyl etməsin. Dərhal inanma. Halbuki qardaşın haqqında üzürlər gətir. Üzürlər irəli sür. Hətta o üzürlərin olmasa da belə, o şübhələri, o sözləri gəzdirənə deyinən ki, qardaşımın üzürləri var. Sadəcə mən bilmirəm o üzürləri. Allah mənim bəraətim haqqında ayələr nazil etdikdən sonra qohumluq əlaqələrinin hörmətinə və Mistah
kasıb olduğundan, öz malından onun üçün xərcləyən Əbu Bakr Əs-Siddiq dedi ki, Əbu Bakr Əs-Siddiq, biz dedik əvvəldə Mistah bu fitnəyə düşmüşdü. Əbu Bakr Siddiq onu daima öz malından xərcləyirdi. Lakin bu söhbətlərdə o böhtana inandığı üçün Əbu Bakr deyir ki, qızım Ayşə haqqında söylədiyi iftiralara görə mən ona malımdan heç nə verməyəcəm daha. Ona kömək eləməyəcəm. Lakin Allah Teala ayə nazil edir. Nur surəsi 22-ci ayəti. Aranızda olan fəzilət və sərhəvət sahibləri, qohum əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəkləri, heç bir kömək etməyəcəkləri barədə and içməsinlər. Onları əfv edib cəzalandırmaqdan vaz keçsinlər. Məgər siz bu yaxşılıq müqabilində Allahın sizi günahlarınızı bağışlamağını istəmirsiniz? Allah bəndələrini bağışlayan və rəhm edəndir. Yəni, o tala deyir ki, kesmə. Sənin etdiyin o yaxşılıqlar Allah üçündür. O iftiraya inanır, o iftiraya aldanır və s. Bu onun işidir. Yəni, siz isə öz sahabınızdan qalmayın. Və bu Allahın kitabında ən ümidli ayələrdir. Bu ayənin nazil olması ilə Əbu Bakr, vallahi mən Allahın məni bağışlamasını ümid edirəm və Mistaha verdiyim malı təkrar ona verməyə başladım və ondan heç vaxt malımı əsirgəməyəcəm. Həqiqətən də bu ayətlərdə ibrət alanlar üçün böyük bir faydalar vardır, əziz müsəlmanlar. Paylaşmağı və bölüşməyi unutmayın. İnşallah dərslərimiz davam edəcək. Yeni mövzulara toxunmağa davam edəcək. Quran-ı Kərimdən qissələrə, ayətlər barəsində. Allah Subhanahu dua edirəm ki, Allah Teala bizi eşidib faydalanan qullarına etsin. Bu dərslərimizə xeyir və bərəkət versin və bizləri təvəzzükar qullarına etsin. Allah'a əmanət olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.